Afrikada uşaqlar orada qızıl çıxardır, biz də onu qəşəng taxırıq qulağımıza gəzirik. O dövlətlər ki, bunu eləyir, onu ancaq ona görə eləyir ki, onların o keyfiyyətli həyatını təmin edən qullar var. Çin, Hindistan. Bu Avropa ölkələrində rast gəlir, Finlandiya və s. Onlar ayaqqabını hardan alırlar? Brendlərdən alırlar. O brendlərdə istehsalı gedir Çində. Neft özləri satırlar xarici, amma deyirlər biz neftsiz, yəni ki, elektrik maşınları düzəldəcəyik. Amma sən o nefti satırsan o ölkələrə, o ölkələr yandırır, ekologiyanı pozur. Amma sən mən burada ekologicə təmiz yaşamaq istəyirəm. Niderland misal üçün. Onlar özləri ona görə yaxşı yaşaya bilirlər ki, hardasa kimsə əzab çəkir. Afrikada, nə bilim, uşaqlar orada qızıl çıxardır, biz də onu qəşəng taxırıq qulağımıza gəzirik. Biz o təmiz qızılı ucuz qiymətə alıb qulağımıza ona görə taxa bilirik ki, Afrikada hansısa uşaq barmaqları ilə yerdən qızıl çıxardır. O siz ideallaşdırdığınız müəyyən ölkələr ki var, onlar ancaq ona görə onu eləyə bilər ki, onlar başqa ölkələri istismar edir. Biri Amerika məsələn. Yəni Amerika nəyə görə ekonomik olaraq həmişə böyüyür? Çünki Çini, Hindistandakı insanlar dolayısı yolla istismar olunur onların yaxşı yaşaması üçün.